Allah Əl-Muzzəmmil surəsi 20-ci ayədə buyurur ki, həqiqətən Rəbbim bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin 2/3-dən az, bəzən yarısını və bəzən də 1/3-ni ibadət üçün durursunuz. Yəni, yenə xatırlatmaqda fayda var ki, gecə namazı işa namazdan vaxtı girdikdən sonra sübh namazdan vaxtı girənə qədər 2 rükət olmaqla, yəni sübh namazın 2 rükət kimi qılınır və sonda vitrlə, tək sayda namazla tamamlanır. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem buyurmuş ki, namazların sonunu vitrlə tamamlayın. Uca Allah vitirdir, uca Allah təkdir və vitri sevir. Elə isə cüt-cüt qıldığınız o namazların sonunu tək sayda namazla, vitrlə tamamlayın.